Texnodatdan hər kəs salamlar dostlar. Bugün sizlərə Kitaydan sifariş verdiyim Mira Screen adlı bir Wi-Fi display ötürücünü göstərəcəm. Biz bunun köməyi ilə telefonumuzun ekranını, telefon və ya kompüter fərq eləməz. Gördüyünüz kimi burada həm Android, iOS, Mac, Phone, Windows, yəni bütün platformaları dəstəkləyir. Bunun köməkliyi ilə biz ekranımızda olan belə deyək, hansı bir kinonu, şəkli və ya istənilən bir şeyi öz telefonumuzun, daha doğrusu öz televizorumuzun ekranına ötürə bilirik. Sifarişimiz hardasa elə demək olar bir aya gəldi, çıxdı. Biraz gec gəldi, çünki göndərilən vaxtı Çin poçtu ilə göndərilmişdi, lakin dəyişdirilib Hollandiya poçtu ilə gəldi. Deməli belə indi baxaq görək necə bir şeydir. Hələ özüm də heç baxmamışam. Gözlədim ki, hamımız birgə baxaq görək. Və qiyməti də $15 idi, səhv etmirəmsə. Yükləmə, daha doğrusu sifariş verdiyim link videonun aşağı hissəsində olacaq. Oradan istəsəniz siz də sifariş verə bilərsiniz. Yəni düzdür, indiki qiymətlə bir o qədər də sərf eləməsə də indi istəyən olursa sifariş verə bilər. Bu bizim kitabçamızdır. Həmişəki kimi. Yəni çox oxunmur təbii ki. Sadəcə lazım olsa yenə də baxarıq. Bu bizim Wi-Fi display ötürücümüzdür. Gördüyünüz kimi Mira Screen. Daha çox Chromecast-a oxşuyur. Çünki Chromecast çıxartmışdı ilk dəfə belə bir şeyi. Ondan sonra get-gedə yayılmağa başladı. Və bu da şunur. Gördüyünüz kimi bu Wi-Fi'dir. Ehtimal ki bunu bura qoşacağıq. Təbii ki, indi qoşub işlənməsini də çalışacağım sizlərə göstərim. Aha, bu belə olur deməli. Bu bizim adaptörümüzə qoşulacaq. Gördüyünüz kimi bunu bura qoşacağıq. Və bunu bura qoşacağıq. Bu Wi-Fi modemimiz kimi bir şeydir. Və bunu da televizorumuzun HDMI bölməsinə daxil edəcəyik. Və gəlin keçək həmin hissəyə və sizə göstərim ki, bu necə işləyir. Bir dəqiqə bunun hissəsinə nəzər salaq. Özümdə göstərəcək onu dediyinə görə. Belə. Gəlin keçək bunun qoşulma və necə işlədiyinə. İndi isə dostlar öz Mira Screen'imizi televizorumuzun HDMI bölməsinə daxil edək. Təbii ki, bunun üçün ilk olaraq daha doğrusu Mira Screen'i enerjiyə qoşmaq lazımdır. Enerjiyə qoşuruq və bu vaxt burada qırmızı işıq yanır. Yəni ki, işləyir artıq. Və bir şey də qeyd edim ki, HDMI-yə daxil etdikdən sonra burada M düyməsi var. Ona toxunuruq ki, Wi-Fi-miz aktiv olunsun ki, qoşulma getsin deyə. Deməli belə. İndi qoşaq. İstəməyə çalışacağım. Biraz narahat bir yerdəyəm. Deməli, qoşuruq bura. Mira Screen'i. Və qoşduqdan sonra burada M düyməsini seçirik. Daha doğrusu basırıq M düyməsini. Və daha sonra televizorumuzdan HDMI bölməsinə daxil oluruq. Gördüyünüz kimi. Görürsünüz, M düyməsini basmışıq deyə. Bura artıq aktiv olub. Amma M düyməsini bir daha üzərinə toxunsaq deaktiv edirik. Göstərəcəm sizlərə. Gördüyünüz kimi deaktiv olundu. Bir daha toxunaq. Aktiv olunacaq. Aktiv olundu. Gördüyünüz kimi. Və burada da bizə Mira Screen'ə uyğun olaraq ekranda şifrə verir. Daha sonra bu şifrəni təbii ki siz də dəyişə bilərsiniz.
Veya sizdən başqa heç kim bilməsə, onsuz da daxil ola bilməz. Elə bir vacib bir şey deyil. Və burada biz Screen Mirroring hissəsinə daxil oluruq. Və gördüyünüz kimi Mirror Screen bura düşdü. Qoşulma üçün toxunuruq. Qoşuldu. Belə dostlar, göstərmək istədiyim bunlar da izlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və bizi səhifəmizdən də izləməyə davam edin. Sağ olun dostlar.